Sonra mənlə kiçik bacım, onu vurdular. Sonra anamı vurdular. Anamın başından vurdular. Ananın adı neydi? Raya. Bacının adı? Yeganə. Anamı da orada vurdular, anam orada qaldı. Sonra bizi götürdülər, apardılar əskərənə. Atam ağaca bağlamışlar. Biz çıxdıq ki, atamı bağlayıblar ağaca. Sonra başladı ki, bizim də gözümüzün qabağında bizi yığılmışdı. Atama dedilər ki, sən bir kəlmə deyərsən ki, bütün Azərbaycan torpaqları ermənilərindir. Atam dedi ki, mən bir dənə ölümdən ötər heç vaxt yerimi saxlayacağım. Bunu yandırdılar ayağına qədər. Sonra bir də dedi ki, bir də denəndə iki yer... Yandırdı, biz neyle yandırdı? Benzin tökdülər, bütün bədəninə benzin tökdülər. Əvvəlcə ayaqlarını yandırdılar, dizə qədər ayaqlarını yandırdılar. Sonra bir də dedi ki, bir də denən ki də bütün Azərbaycan torpaqları ermənilərindir. Bu dedi ki, mən ölsəm də heç vaxt yerimi saxlayacağım. Bir də bunu yandırdılar, yarıya qədər. Ondan sonra axırıncı dəfə dedi ki, axırıncı dəfə deyilik və 3 dənə uşağın qalıbdı. Sən deyilən ki, yer Azərbaycanın torpağı hamısı erməniləndə. O dedi ki, mən yenə ölsəm də heç vaxt o yerimi saxlayacağım. Dedi ki, heç olmasa 3 uşağın qalıbdı da, yaşayarsam onları saxlayacağım. Dedi ki, yox, mən heç vaxt yerimi saxlayacağım. Uşaqlarımı da gətir mənimlə öldür, amma mən yerimi saxlayacağım. Ondan sonra bütün hər yeri yandırdılar.